Xurma həm də orqanizmə faydalı quru meyvə sayılır. Tərkibində bədənin immun sistemini gücləndirən vitaminlər, karbohidratlar olduğuna görə tez həzm olunur, itirilmiş enerjini bərpa edir. Mütəxəssislər bildirirlər ki, oruç tutan insanlara xurma həm də imsakda tövsiyə olunur. Həmçinin xurma alarkən bir neçə məqamlara diqqət etmək lazımdır. Yeganə olaraq insulin dirənci olanlar və şəkər xəstələri diqqətlə istifadə etməlidirlər. Çünki qan şəkərini tərkibindəki şəkərə görə sürətlə yüksəldə bilər. Bir ədəd xurmada hardasa orta hesabla 25-28 kilokalori enerji dəyərinə malikdir. Və xurmanı yaxşı olar ki, alarkən biz diqqətli olaq. Belə ki, əgər qutuda paketlənmiş xurma alırsınızsa, mütləq onun istehsal tarixinə baxın və saxlanılma şəraitinə baxın, saxlanılma müddətinə baxın. Oruç tutanlarda uzun müddətli aclıqdan sonra şəkərə tələbat artır. Xurma isə həm də şirniyyatı əvəz etmək üçün ən gözəl nemət sayılır. Bu səbəbdən mütəxəssislər ağır fiziki və zehni işlə məşğul olan insanlara yorğunluq və halsızlıq hiss etdikdə səhər, günorta və axşam 3 ədəd xurma yeməyi məsləhət görürlər.